Poeziyemində gözəl simalarla bilməsi bölüşür. Mən ilk öncə onu bildirim ki, mənə çox xoş oldu. Yəni, mən bayaq Günlərə xanım bizim mərzimiz, bizim elimizin dəyəri və necə deyərləri, belə doğru desəm, samballı qızı Günlərə xanım, Cəmaləddin bizim fəxrimiz, bizim gözümüzün nuru, işığı Günlərə xanım. Bu ədəbi mühitdə Sumqayıt ədəb birliyinə, Sumqayıt Yazıçılar Birliyi Sumqayıt filialına, belə deyək, şöbəsinə rəhbərlik. Bu bir üçün fəxrim, mən əvvəldən deyim. Mən Günlərə xanıma həmişə bacı demişəm, bu da mənə qardaş deyim. Və bayaq qeyd elədik, mən yardımda yaşasam da, deməli, ədəbi mühitdən tam xəbərim var. Nəinki yardımdan, Respublika əhəmiyyətli bütün yazarların arasından bələdəm. Tam olmasa da mən bələdəm. Bugün çox xoşdur ki, təkcə Sumqayıtı yaşayıb yaradan bu ədəbi simaları görürəm. Onlar artıq Sumqayıt ədəb mühitinə çıxır. Respublika ədəb mühitində öz sözünü demiş yazarlardır. Mən özümə elə baxdım, baxdım sizlərə. Mən ilk öncə burada mənim dostum, dəyərli şairimiz İbrahim İlyaslı olsun. Deməli, hamımızın əzizimiz Azərbaycan poeziyasında öz sözünü demiş böyük şair, alim Rafiq Yusufoğlu. Rafiq Yusufoğlu elə belə imza deyil. Mən elə, necə deyil, ağlım kəsəndən bu kişinin şeirlərini oxumuşam. Həmişə oxumuşam. Amma indi bu Facebook çıxıb, başlıca dönüb, biraz vaxt alacaq. Sadəcə mən bunu deməliyəm, özümə qorxum. Sonra burada bizim Rafiq Oday'dır. Rafiq Oday adi imza deyil, yəni Jurnalistlər Birliyinə rəhbərlik edir. Tanınmış şairdir, publisistdir, öz imzası var. Asif Asiman bu yaxınlarda 70 yaşını qeyd edir, təbrik edirəm. Mən buradan söz verirəm ki, əgər ömrü vaxt verilərsə, bilməm ama bugündən sabaha güman yoxdur yaşamaq. Həqiqətən. İndi Asif Asimanın mən elə bilirəm ki, yubiley yaşı belədir ki, boyu davam edir. Almas Bəyazıt xanımı gördüm. Onun deməli yazılarını görürəm, oxuyuram, dəyər verirəm. Çox mənə xoşdur. Gözəl xanım, Kübar xanım, Almas Bəyazıt. Əlüsün mənim bizim dəyərli oğlumuz. Mənim əziz, elə belə deyəm, xalam oğlu, dəyərli yazıcı, senarist, Hafiz İmam Nəzərli. Aynurə xanım yoldur. Bax, burada bizləri çəkir, tarixin bir görüntülər. Ədalət Əliyoğlu, mənim əziz qardaşım, dostum, Ədalət müəllim deyir ki, yardımdan hələ bu əsafa gəl çıxanmayın. Neçə ildir deyir ki, deyirəm, Ədalət müəllim, gəlirəm, hələ gəl çıxanmayın. Allah subhanələsin, uzaq danışmayacağım. Ədalət Nicat, mənim dəyərli elməsdən yaraşığı Əlim Niyaz bəyli. Mən bax, burada daxil olanda Süleyman Əziyev, Süleyman Sədafı gördüm, Ağsaqar şairimizi. Sonra mənim, belə deyim, mən bunu deməsəm, mən özümə günah. Sonra mənim elə oğlum, əmi ol dediyim Nərimanlı, bizim əzizimiz. Sonra gördüm, burada gələndə Ədalət Nizatı gördüm, elmi intiqamı olub. Buradan indi adını ola salamazdım. Sonra burada yazar, gələn dostlarım var, adların bəlkə unuttum. Süleyman Sərrafdır, Süleyman Ağsakalımız, müəllim. Allah sizi var eləsin, sizin dəyərli sözlərinizlə, necə deyər, o dəyərli, o həmişə oxumuşam, təkcə şeir yox, ibratamiz, fəlsəf fikirlər tanışam. Nəysə, bunu mən demək özümə borc bildim, keçirəm əsas məsələ. Buna qədər danışdığım pulluydu, bundan sonra pulsuz. Mən dağlar oradayım. Mən burada, necə deyərlər, özümə borc bildim. 2008-ci ildə mən Kəramətin təbrik etmişəm İştəfə rayonunda. Onda bizim deməli rayonumuza bir çox şairlər gəlmişdi. Asif Asiman idi, Həsən Hüseynli idi, Aminə Seyid qızı idi. Allah ruhu şad eləsin, mənim əziz bacı dediyim Sənəm Sabay idi. Sənəm Sabay üçün mən 2 dəfə təbrik etdim, böyük səviyyədə. Talih qismət eləmədiyi çox arzular vardı. Biz onu yardımdan ikinci fəxri təqamımız deyirlər. Fəxri vətəndaş etmişdim, demək Kəramət müəllim. Mən sizə başarı verirəmsə, sizə qurban olun hamımıza. Biz söz belədik, söz bitib düşənmi? Söz danışdıqdan elə uzan verir. Söz bir uzun yoldur, həqiqətən. Kim o yolu daşıyırsa, o yolu gözəl edir. Həqiqətən gözəl edir.
Və xoş o demək kəslərin halında ki, Allah ona qələm verib, o ilahi vergidir. Hər kəs şiir yaza bilər. Hər kəs deyirlər, hər kəs şiir, xeyr, hər kəs şiir yaza bilməz. O ilahi vergidir, o Allahın o sevdiyi bəndəsinə göstərdiyi ən böyük mərhəbət lütfüdür. Lütfüdür, Allahın lütfüdür. Bir daha mən sizdən, bəzi burada gələn dostlarım görmədim mən, Xürrəm Qafanlı, sonra bir də bir şeylər, sonra Mədaxil Zavallıdır. Burada mən indi elə fikirləşmən yardımlı yaşamışam, yardımlı yaşayıb bütün ədəbiyyatdan xəbərim var. Yəni burada bir iki gələn dostlarımı görmədim, çox təəssüf edən mən üzülmədim. Mənim əziz oğlum. Biz dağlar olur. Ona görə bir dağlar şeirinə necə deyirlər, salamlayın. Dizin dizin sürünmüştüm koynumda. Neden beni saklamadı koynumda? Saklamadı geldi şehre ve saklasaydı kalan. Dizin dizin sürünmüştüm koynumda. Neden beni saklamadı koynumda? Tükenmey məhəbbətin zanında, darıxmayın, gələcəyəm adamlar. Yardım göstərilmək, kövrəlmək hissilə. Üz üzeyik, göz gözeyik ne yaxşı. Allah bize çok görmesin bakışı. Sen yurdumun ebediyat nakşı, darıxmayın, gələcəyəm adamlar. Doymaz